Azərbaycan kinosu xalqın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində mühüm əhəmiyyətə malikdir. Bu yolda xidmət edən, ömrünü, həyatını bu sənətə həsr edən kino rejissorlar, aktyorlar isə unudulmur. Azərbaycan kino tarixinin adını yazdıran aktyorlardan biri də xalq artisti Möhsün Sənanidir. O, tamaşaçıların yaddaşında 200-dən çox obrazda xatırlanır. Aktyorun 125 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Film Fondunda xatirə gecəsi keçirildi. Tədbirdə görkəmli mədəniyyət nümayəndələri və aktyorun ailə üzvləri iştirak etdi. Bildirildi ki, o bənzərsiz sənətkar, fitri istedad olmaqla yanaşı qayğıkeş ataydı. O çox gözəl insan idi, xeyirxah insan idi. Hamıya kömək eləyərdi, hamının dərdinə qalardı. Atamın adı gələn kimi 3 şey eşidirəm. Allah ona rəhmət eləsin. Bu, hər adama nəsib deyir. Xatirə gecəsində xalq artisti Möhsün Sənaninin oynadığı filmlərdən fraqmentlər göstərildi. Aktyorun yaradıcılığına nəzər salındı. Görkəmli teatr və kino aktyoru, xalq artisti, unudulmaz Möhsün Sənaninin 125 illiyinə həsr olmuş xatirə gecəsi təşkil eləmişik sərgi. Burada Möhsün Sənaninin Azərbaycan kinosundakı filmlərdən fotolar burada qurulub. Onu tanıyanlar, onun ailə üzvləri, onun qızı Gülər xanım burada iştirak edib və ümid edirəm ki, çox maraqlı bir gecə keçdi. Mən qismət olub, mən 2 film işləmişəm rəhmətli ilə. Əslində Cənubi Azərbaycandan idi və həmişə də Cənubi Azərbaycanı içində bir misil kimi yaşadırdı o adam, çox qəribədir. Və bu mənada Azərbaycan Kino Teatr Məktəbinin Möhsün Sənani adlı bir tarixi abidəsi var. Qeyd olundu ki, teatr və kino tariximizin parlaq simalarından olan Möhsün Sənani zəngin obrazlar qalereyası ilə bundan sonra da xatırlanacaq. Arzu Yusif, Elxan Axundov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.